Mən heç belə düşünməzdim həyatı. Heç belə olacağına inanmazdım da. Heç ağlıma gəlməzdi ki, ətrafında insanlar çoxaldıqca yalnızlaşar insan. Darıxar min insanın, itər min arzunun içində. Heç ağlıma gəlməzdi ki, valideynlərindən daha çox sabahlarından yetim qalar insan. Bir xoş sabahı düşünər, sonra da düşünməkdən də bezib çəkilər bu dünyanın bir küncünə. Mən heç düşünməzdim ki, bir insanın həyatdan aldığı ən böyük qisas dəlicəsinə bir susmaq olarmış. Heç nəyi umursamadan, heç kimi ciddiyə almadan, acılardan yorulanda, yaşamağının mənasızlığından bezəndə susar insan. Heç ağlıma gəlməzdi ki, qürurundan gülənlər daxilən için soyulanlarmış. Mən heç bilməzdim ki, bir insanın ən böyük ağrısı bədəninin hər hansı bir yerində deyil də, ümidsizcə sabahlara oyanmağındadır. Heç inanmazdım ki, ən böyük şikəstlər sevgisiz bir ürəyi, düşüncəsiz bir başı daşıyanlardır. Heç bilməzdim ki, bir insanın yoxluğu onun ölümü ilə deyil, yaxınlarına gərəksiz olmağı ilə ölçülər. Və indi bildim ki, əslində heç kim ömrünü ömür kimi yaşaya bilmir bu dünyada. Hər kəs bir kör ümiddən tutub sadəcə illərini sayır. 1, 2, 3...